إنما المؤمنون الذين إذا ذكر الله وجلت قلوبهم. Sual verilir ki, mən namazlarıma çox səhlənkarlıq edirəm. Yəni, xahiş edirik, nəsiyyət edərdiniz. Namaz, şəhadətdən sonra İslamın ən mühüm dayağıdır. Namaza səhlənkarlıq elə bil ki, insanın İslama olan səhlənkarlığıdır. Ona görə namaz barəsində çox şiddətli sözlər gəlmişdir sahabələrdən. Əgər insan hər hansı bir əməldə onu daha yaxşı yerinə yetirmək istəyirsə, onun fəzilətini həmişə xatırlamalı, onun İslamdakı yerini, dərəcəsini, mühümlüyünü bilməli, nə qədər böyük bir fəziləti var bunun. Bunun qəlbinə xatırlatmalı. Əgər xatırladarsa, qəlbdə həyat varsa, inşallah ki, yönəlməlidir. Yox, əgər bununla ibrət almadısa, onda nəfsinə onu tərk etməyin, onu tərk edənlərin cəzasını xatırlatmalıdır. Əgər bunu tərk edərsə, bunun cəzası nədir? Nə kimi fəsadı, problemi vardır? Yəni, bunu da xatırlatdığı zaman, əgər o qəlb hərəkətə gəlmədisə, onda deyilir ki, insan 4 təkbiri özünə gətirsin, 4 təkbir. 4 təkbir də nə vaxt olur? İnsan öldüyü zaman cənazəyə 4 təkbir gətirilir. Və həmçinin bilməliyik ki, insanın Allah qatında olan dərəcəsi, ucalılması, hörməti, izzəti Allah Teala'nın dini ayinlərini qorumasına, ucaltmasına görədir. Və bunlar içərisində də şəhadətdən sonra ən əzəmətli əməl namazdır. Və qalallahu inni ma'akum in aqamtumus salat. Allah Teala buyurdu ki, mən sizinlə bərabərəm əgər namaz qılsanız. Və nə üçün? Yəni, sahabələr. Yəni, Allah Teala onları belə seçmişdir, ucaltmışdır. Çünki onlar həqiqətən bu ayinləri, namazı necə qoruyurdular? Çünki namaz onların göz bəbəyi idi. Hətta bir hadisə var, İbn Kəsir Rahiməllah Bidayə və Nihayədə gətirir. Ənəs radiyallahu anhu. Ənəs radiyallahu anhu hər dəfə onu xatırlayanda ağlayarmış. Onlar Farsın üzərinə hücum edirlər və Tustur deyilən bir şəhər olur, qala. Və o qalanı, o şəhəri il yarım mühasirədə saxlayırlar. O qalanı bir il yarım mühasirədə saxlayırlar. Və il yarımdan sonra qalanı, divarlarını, yəni qapılarını açmağa müvəffəq olur və olduqca böyük bir döyüş başlayır. Və döyüş başlayır sübh namazından əvvəl. Və onlar həmcə sayca müsəlmanlardan çox olur. Çox dəhşətli bir döyüş olur. Dəhşətli bir döyüş. Sübh namazından əvvəl başlayır və deyir ki, artıq döyüş bitəndə günəş doğdu. Yəni, sübh namazın vaxtı çıxdı və onda artıq namaz elə bir ki, qəzaya qaldı. Və Ənəs radiyallahu anhu həmişə bunu, Tusturun fəthini xatırlayanda ağlayarmış. Və insanlar deyir ki, insanlar o zəfərə görə sevinirlər və sən isə yəni ona ağlayırsan. Deyir ki, o namazın yerinə mənə dünya və içərisindəkilər verilsə, onun əvəzi verilə bilməz. Yəni, belə baxanda
Yəni elə bir döyüş gedib ki, nəfəs almağa vaxt olmayıb. Yəni o dərəcədə qılınc, nizə, ox, zərbələri bu cür halda, yəni belə baxanda üzürlüdürlər. Yəni yenə üzürlü olmasına baxmayaraq hər dəfə bunu xatırladığı zaman Ənəs radiyallahu anhu yəni ağlayarmış. Və ona görə Allah Teala onları yəni izzətləndirmişdir. Çünki namaz onların göz bəbəyi idi. Namazı ötürmək onlar üçün ən böyük bədbəxtçilik hesab olunurdu. Hətta sələflərdən biri deyir ki, mənim yaxınlarımdan biri öldüyü zaman mənə başsağlığı vermək üçün nə qədər insan gəldi, amma bir dəfə namazı ötürdüyüm zaman heç kəs gəlib mənə başsağlığı vermədi. Və deyərdi ki, dinin müsibəti, dində olan müsibət dünyavi müsibətdən daha şiddətlidir. Yəni demək istəyir ki, insanlar o başsağlığını, o təsəllini dində üz verdiyi zaman gəlib başsağlığı verməlidirlər. إنما المؤمنون الذين إذا ذكر الله وجلت قلوبهم